Aprel ayında bayram yoxdur, mayda isə uzun istirahət gözlənilir. 2026-cı ilin istehsalat təqvimində aprel ayı üçün hər hansı rəsmi və ya dini bayram günü nəzərdə tutulmayıb. 30 gündən ibarət olan aprel ayında 4 bazar günü olacaq və həftə sonu işləməyənlər üçün cəmi 8 geniş günü mövcuddur. Ekspertlər bildirir ki, aprel ayındakı fasiləsiz iş rejimindən sonra may ayı vətəndaşları üçün uzun müddətli istirahət günləri ilə yadda qalacaq. 2026-cı ilin istehsalat təqviminə əsasən may ayının ilk qeyri-iş günü 9 may faşizm üzərində qələbə gününə təsadüf edir. Şənbə gününə düşən bu bayram səbəbindən 11 may bazar ertəsi də istirahət günü hesab olunacaq. Mayın sonunda isə Qurban Bayramı və Müstəqillik günü üst-üstə düşür. Nazirlər Kabinetinin qərarı ilə 27-28 may tarixləri Qurban Bayramı günləri kimi müəyyən edilib. 28 may həm də Müstəqillik günü olduğu üçün qanunvericiliyə uyğun olaraq növbəti iş günləri istirahət günləri ilə əvəz olunacaq. Bu səbəbdən 5 günlük iş həftəsi ilə çalışanlar üçün 27-31 may tarixləri arasında fasiləsiz 5 günlük tətil imkanı yaranacaq. Ümumilikdə may ayında 12 qeyri-iş günü olacaq.